burun infeksiyalarına qarşı mikrorobotlar hazırlanıb. Burun xəstəliklərinin müalicəsi üçün mikrorobotlar yaradılıb. Araşdırmanın nəticələri nüfuzlu Science Robotics jurnalında dərc olunub. Çin Universiteti tədqiqatçıları burun ciblərində xroniki infeksiyalara səbəb olan bakterial biofilm qatlarını dağıtmaq üçün yeni nəsil mikrorobotlar hazırlayıb. Bu texnologiya bismut oksid və mis hissəcikləri əsasında yaradılıb. Toz zərrəciyi qədər kiçik olan bu hissəciklər infeksiyaya yoluxmuş dovşanların burun ciblərinə yerləşdirilib. Optik lifli kabel vasitəsilə işıqla aktivləşdirilən bu hissəciklər istilik yayaraq seliyi durlaşdırır. Biofilm qatına nüfuz edir və bakteriyaları məhv edən aktiv oksigen formalara ifraz edir. Sınaqlar nəticəsində biofilmdəki mikrobların 90%-dən 1%-ə qədər azaldığı müşahidə olunub. Sağlam toxumalara zərər verilmədiyi müəyyən edilib. Mütəxəssislər bildirir ki, bu üsul gələcəkdə ağciyərlərdə və CD cinsiyyət sistemindəki dərin infeksiyaların müalicəsində də istifadə oluna bilər.